Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılovun vəzifəsindən azad olunmasının səbəb və təfərrüatları məlum olub. Yeni Sabahın özəl mənbələrdən əldə etdiyi xəbərə görə, onun işdən çıxarılması son zamanlar ard-arda yol verdiyi çoxsaylı səhvlə bağlıdır. Bunlardan ən ciddisi, rayonda rüşvətxorluq və korrupsiya hallarının geniş yayılmasıdır. Mikayılovun fəaliyyətində aşkarlanan nöqsanlar sonda dövlət qurumlarının ciddi addımlar atmasına səbəb olub. Keçən il noyabr ayının 1-də Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi Qaradağ rayon icra hakimiyyətində əməliyyat keçirib. Rəsmi məlumata görə, rayon ərazisində rüşvət müqabilində torpaq üzərində mülkiyyət hüququnu rəsmiləşdirməkdə təqsirləndirilən vəzifəli şəxslər həbs olunub. Baş prokurorluğun yaydığı xəbərə görə, Mikayılovun ən yaxın adamları sayılan icra başçısının müavini Nadir Muradov, Qaradağ rayon icra hakimiyyəti başçısının aparatının rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətinin, dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən olunub. Toplanmış ilkin sübutlar əsasında Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma maddələri ilə ittiham elan olunub. Təqsirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.